Hazırda İran-İsrail münaqişəsinin həlli ilə bağlı Rusiyanın təklifi müzakirə olunur. Reallıq TV Müsavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib. Onun sözlərinə görə Rusiya İran-İsrail münaqişəsində vasitəçilik axtarmır, öz ideyalarını təklif edir. Putin qeyd edib ki, bu yaxınlarda münaqişənin mümkün həlli ilə bağlı öz baxışını tərəflərə təqdim edib. Vəziyyətin həlli ilə bağlı baxışımı Netanyahu, Pezeşkiyan və Trumpa təqdim etdim, deyə Rusiya prezidenti bildirib. Reallıq TV həmin görüntüləri təqdim edir. Контакты и с Израилем, и с нашими иранскими друзьями. У нас есть некоторые предложения с нашим участием. Мы ни в коем случае, я хочу даже обратить на это внимание, мы не стремимся к посредничеству, мы просто